Bismillah, davay. Hə. Ən birinci projelərdə başlayır. Birinci hərəkət, ayaqlar belə açılır. Belə qoyuluş tərsi gördürür. Əllər sinənin yanında və qalxırsan, 45 saniyə 1 dəqiqə. Belə ləzzətdə durmaq. Başını nə qədər bazarsan, atlayın. Ayaqlar nə qədər bazarsan, uzadırsan. Hə, uzadırsan, rahatlığa belə bıraxışır. Bu 45 saniyə. Və yaxud da 1 dəqiqə. Nə qədər bazarsan. İkinci hərəkət. Bu vəziyyətdən dalaq qabağa hərəkət. 20 dəqiqə. Bu vəziyyətdə. Elə durub oturursan, əllər səması olur burada, belə tuturdur. Giyir. Getdir. Mən oturan bilirdim. Qalmadım ki. 2. Bu belə. Bu cür 20 dəfə. Bəli, 20 dəfə. Üçüncü hərəkət. Diz üstə oturmaq. Diz üstünə gəzib, belə. Ayaqlar necə oturur? Ayaqlar içəri. Hə. Yəni parmaqla parmaqla. Ayaqlar belə qalır. Yəni düz şəkildə qalır. Diz yaxındır. Bax, qalxmağa, belə arxaya, bacardığın qədər arxaya. 1. Bu hərəkətləri edəndə nəzarət eləmək lazım, diz qaçır özünə. Yoxsa aralanma. Aralanma vəziyyətdə yaxşı effekt verir. Yəni, bu eləyən adam özü hiss edir də, onunla da başa düşür. O belə. Neçə dəfə? 20 dəfə. Bu da 20 dəfə. Bu ikinci hərəkət. Üçüncü hərəkət, üçüncü hərəkəti göstərir. Dördüncü hərəkət, yarımçıq jim, ayaqlar yuxarıda, əllər sinənin yanında. Bu həmin vəziyyətdir. Usta ayaqları qaldırırsan, bu da sinənin yanında. Jimdə 20 dəfə. 20 dəfə. Ayaqlar bu cürdən yarımçıq yuxarıda. Hə, yarımçıq yuxarıda. Ondan artıq düşməyə gidiyoruz yox. 20 dəfə, yox, gidiyoruz. Beşinci hərəkət, yenə bax, həmin vəziyyətdə oturduğu vəziyyətdə. Əllər qabağa, elə bir turba var, turbanın altından keçirsə. Bu hərəkətdən altından kobra deyirlər. Bax, belə. Bax, bacardığında. Və yenə də bax, həmin şeydə... Parmaqlar içəri, ayaqlar məsajda olur. Qıraqları yox içəri. Yəni, ayaqlar belə hərəkət istiqamətində olur. Eləsə, dizə nəzarət edir. Bu hərəkət edəndə diz qaçır öz-özünə. 3 dəfə ötürüləcək, görürsə ki, ayaqların ucu aralar. Məsələn, diz hər zaman bir yerdə olmalı. Hə. 1. Qaydanda eyni qayda qaydısan, yoxsa sadəcə qaydısan? Yox, qaydırsan, belə o belə. Qaydmanda eyni qaydırsan? Hə, bax. Yox, fərqi yox, qaydanda artıq. Bu 5-ci hərəkət. 6-cı hərəkət, yarımçıq jim əllər boyunda. Bu hərəkətin dəfələrlə biz təkrarlayacaq. Yenə var mı vəziyyət? Əllər boyunda 10 dəfə. 10 dəfə. Bundan sonra yenə həmin vəziyyətdə əllər boyunda, ayaqlar yuxarıda 45 saniyə dayanmaq. 45 saniyə bu vəziyyətdə dayanmaq. Prosta burada artıq bunlar dəyildir. Bunlar yoxdur. Qaldırırsan, bazarda qaldırırsan, idarəmə qaldırırsan da bildiyin, o belə vəziyyətdə. 45 saniyə. Deməli, bundan sonra hərəkət yenə oturduğu vəziyyətdə, dizdə. Əllər daxil belində. Bu vəziyyət. Bacardığın qədər elə bir, bax, arxaya. Bacardığın qədər arxaya. Deməli, dirsəkdə uzanmış halda dala qabağa. Bu nədir? Bax. Ayaqlar görsən yenə belə vəziyyətdə. Bax, belə dirsəkdə uzanmış vəziyyətdə. 1, 2, olma yerə dəymə qarnı. Neçə dəfə? 20 dəfə. O da 20 dəfə. Və burada dirsəklər qaçır özünü. Dirsəkləri düz qoymaq lazımdır. Düz. Aynen. Kürəkdə perikat. Kürəkdə perikat. Deməli, əlləri belə tutursan, bax, gəldirin belə, jim eləyirsən, bu güləşdə olmalı güləşçilər.
Var prosta. Belə 20 dəfə. Bir də. Bu neçənci gəlir? 10-cu, 11-ci. 11-ci hərəkət yenə təkrarlayırıq. Əllər boyunda 10 dəfə jim. 11-ci, 12-ci hərəkət bizdə oturub əllər düz yuxarı hərəkət edərək qalxmaq. Əllər düz yuxarı. 20 dəfə bu da. Yenə əllər boyunda jim. Dizlər də yuxarı uçuyor, ayaqlar yuxarı. Yox, bu vəziyyətdə. Yəni, bu hərəkət 10 dəfə. 14-cü hərəkət bu vəziyyətdə dayanırıq, bu vəziyyətdə. Qollar hərəsi 15 dəfə hərəkət. Bunu birinci dəfə heç nəsiz edirik. İkinci dəfə quruz olsa daha yaxşıdır. Hər əldə yarım kilogram və yaxud 1 kilogram. Prosta birinci dəfədən bunu quruzla eləmək olmaz. Çünki bədən qanlayacaq. Belə hərəkət. 15 dəfə sağ, 15 dəfə sol. Hə? Quruz ələ bağlı. Hə, quruz olanda quruzla. Məsələn, yoxluğu yarım kilogram. Ələ yerlə bağlanır və qantı. Yenə bizdə oturduğu vəziyyətdə 15-ci hərəkət. Qalxdığım vəziyyətdə əlləri davana çatdırırsan. 20 dəfə. Sonra 16. əllər boyunda jim, 16-cı hərəkət. Əllər boyunda yenə 10 dəfə jim. 17-ci hərəkət şəlalə. Şəlalə deyildir. Deməli, belə bir vəziyyət deyil. Belə ayaqlar geniş açılır. Əl qolunla bir yerdə, bax. Gördünüz? O qədər kifayətli açmaq. Hə, bax. Bax. 20 dəfə. 20 dəfə. Sonra Bundan sonra yenə əllər boyunda jim. Yenə bu hərəkəti təkrarlayırıq. 10 dəfə. İndi samolyot deyirlər buna. Bax, bu vəziyyətdə ayaqlar qalxır, əllər qalxır. 45 saniyə bu vəziyyətdə qalır. Deməli, dirsəklər bu vəziyyətdə, dirsəklər yerə yapışqan vəziyyətdə, ayaqlar yuxarıda. Dirsəklər bax belə və qalxıb düşürük 20 dəfə. Dirsəklər düz şəkildə qalmalı. Düz şəkildə. Və qalxanda elə bir talçıq bilirsən. Yuxarı. 20 dəfə. Əllər beldə, jim 10 dəfə. Yenə bu hərəkəti təkrarlayırıq. Dizdə oturduğu vəziyyətdə əlləri maksimum nə qədər bacarsaq qabağa. İkinci hərəkətin təkrarı kimidir bu. Yenə açıldı, arxaca, qabağa 20 dəfə. 23-cü hərəkət, buna karate deyirlər. İdadlar yaxşıdır. Bax, bu vəziyyətdir, bu əllərlə hərəkət edilirsə. Hər ayaq 20 dəfə. Deməli, bax, başla bir yerdə baba. Polunu açırsan. Pol, elə bil,
Və həmçinin bu bir aya 20 dəfə. Bundan sonra yenə uzanmış vəziyyətdə əllərin içi bax belə yerə və bu vəziyyətdə jim 10 dəfə. Yenə dizdə otururuq, əllər boyunda 20 dəfə qalxıb düşmək. Uzanan vəziyyətdə jim, əllər dava-qabağa hərəkət. Bax, bu vəziyyətdə jim eləyəcək. Əllər ya beləncə edirsən, jim eləyəndə. Bax, belə. Və yaxud da istəsən belə. Qalxıb düşmək. Qabağa necə? Qabağa bax belə. 10 dəfə bu hərəkət edir. Uzanan vəziyyətdə pres, adi pres, kimsə ayaqlarından tutsun, kimsə ayaqdan tutur, uzanan vəziyyətdə qalxırsan 20 dəfə. 28-ci hərəkətdə yenə bax, bu vəziyyətdə oturursan. Əllər qabağa, bunda prosta açılanda, ayaqlarda qalxır, sən də bərabər. Bax. Belə. $20 dəfə. $29-cu hərəkət oturub qalxmalı. Zallarda taxta olur, belə. Bizdə zalda olur, tutursan. Bax belə, boş vəziyyətdə ayağı olmayaq. Belə, onun prosta taxta olsa göstərər. Və amma onun səhv edəmirəmsə, variantı budur. Məsələn, oturub qalxma. Oturduğun qalxdın, bildi? O belə. Oturduğun qalxdın, 20 dəfə. Oturduğun qalxdın, baxırımızda hərəkət. Onunla da qutarır yəni. Onunla da qutarır. Bunları bir də zəhmət olmasa dinən, neçə gündən bir və neçə vaxt ayırmalısan, yəni belə deyək. Yəni bu... Məsələn, bunu mənə həkim nə demişdi? 30 gün, 40 gün dalbadal eləsən. Hər gün. Hə, hər gün. Yəni ki, inşallah ki, səndə belə də problem olmaz. 30-40 gün dalbadaldan sonra həftədə bir dəfə elə. Mən onları hal-hazırda 3 həftədə bir dəfə eləmişim. Yəni 30-40 gün dalbadal eləyirsən, bu səbəb olur yerinə düşür elə bilinən ki, protruzya biraz əzələ bərkiyir, protruzya elə bilinən ki, dartılır, gedir, qayıdır yerinə və ondan sonra profilaktik bir həftədə bir dəfə eləyirsən və ümumən götürsək bu hərəkətlər hamısı təxmini 1 saatdan artıq tutmur da vaxtı, hə? 1 saat, saat yarımda o, eləyən adamın tempinə baxır. Tempinə baxır. Mən 40 dəqiqə tutarmışam. Yəni, sən orada göstərdin 20 dəfə, onu kimsə 25 eləsə, 10 dəfə göstərdin 15 eləsə, problem yoxdur ki? Çox eləmək bilirəm ki, lazım deyil. Navarot aşağı eləmək lazım. O, baxır, insan fiziki göstərilmələrlə. Məsələn, mən 20 il eləyirəm, daha da hələ mənə alır gəlir. 20 il var eləyirəm, dayanır. Allah razı olsun, Allah şəfa versin.